Zəlimxan Yaqub deyib ki, bəxtinə yazılıb insanoğlunun. Hərəni bir həsrət, bir ah öldürür. Açıb bükə bilmir günahlarını, çoxunub batdığı günah öldürür. Üzülür piltəsi, əriyir şamı, sökülür sarayı, yıxılır damı. Səssiz güllələrdir yıxan adamı. Silahsız olanı silah öldürür. Harınlar qarındır, qarınlar harın. 10-50 yapışıb kökündən varın. Gözü bu dünyadan doymayanların içini kin yeyir, tamah öldürür. Yerdən də, göydən də silinir izi. Dizdi kişilərin qırılır dizi. Qıran özümüzük bir-birimizi. Kim deyir, adamı Allah öldürür? Kim deyir, adamı Allah öldürür?